Bugün qarşınızda 175 kvadratlıq bir dənə həyət evinəyik. Deməli, evimiz 4 otaqdan ibarətdir. 3 sot üzərində inşa olunub. Tərəfdən deyərdim ki, 3 sotdan daha çoxdur. Evimizdə Wi-Fi də quraşdırılıb, bütün kommunallar var. Evimiz kubcalıdır. Gəlin sizə birinci qonaq otağından tanış edeyim. Bir də deyim ki, evimiz tam istipoldur. Gəlin belə bir geniş qonaq otağı ilə tanış olaq. Və təbii ki, qonaq otağından eyvanımıza çıxış var, gəlin göstərim sizə. Belə möhtəşəm eyvanımız var. Burada özünüz üçün istirahətli bir zona hazırlaya bilərsiniz. Gəlin keçək keçiddə digər otaqlara və yaxud mətbəx hissəsindən başlayaq. Bura mətbəx hissəmiz. Və eynən mətbəx hissəsindən də eyvanımıza çıxış var. Gəlin buradan belə görə bilərsiniz. Gəlin keçiddə başqa otaqlarla tanış edeyim sizin. Gəlin başlayaq balaca, kiçik uşaqlarımız olan otaqdan. Keçiddə digər yataq otağına, bura master roomdur. Belə bir geniş otağımız var. Otağın daxilində isə belə bir sanuzelimiz var. Gəlin yaxından göstərək. Və təbii ki, bitmir. Otağımızda belə bir xanımlar üçün gözəl bir qarderobumuz var. Ayrıca. Və opşi sanuzelindən tanış edeyim sizi. Burada istəsəz kabin də quraşdıra bilərsiniz, istəsəz vanna da qoya bilərsiniz. Bu da digər yataq otağımız. Bəyənməyi unutmayın və evimizin qiyməti olacaq 168.000 manat. Sonra gəldik təbii ki, evimizin həyət-yanı hissəsinə. Gəlin sizə həyət-yanı hissəsindən tanış edək. Evimiz belə güllü, bağçalı bir həyəti var. Evimizin 4 hissəsinə də keçid var. Yəni evin burasından keçsə, sağından keçsə, solundan çıxış edə bilərsiniz. Evin ön görünüşündən təqdim edək. Bu möhtəşəm evimizin qiyməti olacaq 168.000 manat. Evimiz binə açılıqda yerləşir və istəyən bizim nömrəmizdən əlaqə saxlaya bilər.